Ona ürəklərin şəhzadəsi deyirdilər. Əlahəzrət Diana Frances Spencer 1961-ci ildə İngilis zədəganının ailəsində anadan olmuşdu. Onların damarlarında kral qanı axırdı. 1977-ci ildə Diana şəhzadə Charles ilə görüşdü. O vaxtlar Charles evli qadın Camilla ilə sevgi yaşayırdı. 1981-ci ildə Charles Dianaya evlilik təklif etdi və onlar evləndilər. İngiltərə tarixində bu ən möhtəşəm bir düyün oldu. Sonra Diana'nın 2 oğlu dünyaya gəldi. Şəhzadə Charles hələ də sevgilisi Camilla ilə görüşürdü. Ona görə onlar boşandılar. Diana'nın bir neçə məşuqu olmuşdu. Sonuncu sevgilisi milyoner Dodi Alpayet ilə Diana Parisdə olarkən avtomobil qəzasına düşüb həlak oldu. Onun vida mərasiminə dünyanın hər yerindən gəlmişdilər. Diana sadə insanlara göstərdiyi mehribanlıqla yadda qaldı.